Salam dostlar, günləriniz xoş keçsin dostlar. Mən dostlar, bugün istəyirəm biraz Nietzsche barədə söhbət edək dostlar. Həm ustadları xatırlayacağıq. Yəni bu silsilədən ustadları xatırlamaq silsiləsindən bir söhbət olacaq. Nietzsche-ni xatırlayacağıq. Şair, filosof, alim Nietzsche-ni. O yalqız mütəfəkkiri, sənəti, düşüncəni hələ çox uzun əsrlər boyunca qorumaq əzmini, qorumaq enerjisini, yaşatmaq enerjisini öz varlığında daşıyan, öz taleyi ilə bunu ifadə edən, möhkəmlədən, təməllərini atan o mütəfəkkiri xatırlayacağıq dostlar. Əlbəttə dünyanın, həyatın digər nemətlərindən də zövq alırıq. Düzdür, indi hər kəsin öz əli çatdığı dərəcədə həm də düşünürəm ki, mənəvi, intellektual, zehni nemətlərdən də zövq almağımızın əsaslı şəkildə yeri var dostlar. Ona görə də istəyənlər qoşula bilər bu prosesə və bu barədə söhbəti dinləyə bilərlər istəsələr əgər dostlar. Bu günləri Ustad Nietzsche'dən danışacağıq dostlar. Onun bir neçə çox belə möhkəm, belə sevimli, intellektual baxımdan sevimli, həvəsləndirici, çox belə o istiqamət verici, belə təməlli düşüncələri var bir neçə. Onlar üzərində biraz söhbət eləmək istəyirəm dostlar. Və bunu indi mənim də bu kiçik taleyimdə, kiçik yaradıcı taleyimdə Nietzsche'nin də çox böyük rol olub. Əlisə Nicat vasitəsilə, bu olub. İlk dəfə məni Nietzsche fəlsəfəsi ilə, Nietzsche şəxsiyyəti ilə tanış edən şəxs Əlisə bəy Nicat olub. Bizim ustadımız. O da mütləq şəkildə xatırlamaqda belə yarar var və həm də borcumuzdur. Şəxsən mənim borcumdur. Və mənim öz bu kiçik yaradıcı taleyimdə də Nietzsche'nin yetərli qədər böyük rol olub. Mən Nietzsche'nin neçə kitabını, 2, 3, 4 kitabını, 4 kitabını artıq Azərbaycan dilinə qazandırmışam və mənim üçün də belə dərin, xoş, müəyyən qədər ağracılı və saadətli bir təcrübə olub. Çünki Nietzsche insanın fəlsəfi təfəkkürünün düşünə biləcəyi çox dərin yerlərə gedə bilib. Yəni, çox təşvik belə filosoflar var və o dərin yerlərə gedərək onları qəşəng formada yüksək sənətkarlıqla ifadə etməyi bacara bilib. Bu baxımdan belə bir mütəfəkkiri öz ana dilimə qazandırmaq da mənim üçün əlbəttə bir şərəf idi. Öz, belə deyək, necə deyərlər, öz taleyimdə mi deyim, həm də özümün o aləmimdə mi deyim, intellektual aləmimdə mi deyim, mənim üçün həm qürur, şərəf idi, sevindirici hal idi. Ona görə də Nietzsche'ni də bu baxımdan xatırlamaq həm də borcumdur. Və Nietzsche'nin mənəvi fəaliyyətin inkişafında, irəliyə getməsində necə rol oynadığı barədə çox danışmaq olacaq. Mən zaman danışmışam. Çox toxunmuşam bu mövzulara, düzdür. Nietzsche barədə söhbətlər eləmişik, xeyli. Fəqət indiki söhbətimdə bir neçə xüsusi düşüncəsini vurğulayacağam ki, necə Nietzsche bir filosof olaraq, yəni bir mütəfəkkir, təfəkkür edən şəxs olaraq mənəvi fəaliyyətlə məşğul olan, mənəvi fəaliyyətə
eşq duyan, incəsənətə eşq duyan, fəlsəfəyə eşq duyan, hətta təbiətşünaslığa eşq duyan və həqiqətən bu fəaliyyətlərlə məşğul olmaq istəyən, sevə-sevə məşğul olan, buna uyğun olan, bunun üçün yaranmış insanlara dünyanın müxtəlif yerlərində necə qüvvə verə bilər, enerji verə bilər onlara. Bax, o məqamlarla bağlı bir neçə düşüncəsini vurgulamaq istəyirəm dostlar və biraz da Nietzsche'nin o zərif mənəvi qəhrəmanəliyini vurgulayan bir neçə analizindən də verəcəyəm dostlar. Və bunu başqa ruhani ataların söhbətləri ilə əlaqələndirəcəyəm. Yadıma düşdükcə. Deməli dostlar, gəlin bir məqamı deyim sizə dostlar. Baxın. Elə bunu öz şəxsi təcrübəmlə də əlaqələndirəcəyəm. Yəni mən öz şəxsi yaşantılarımla da müəyyən qədər əlaqələndirəcəyəm. Baxın, deyək ki, bir mütəfəkkir, filosof necə ortaya çıxır? Yəni və yaxud niyə ortaya çıxır? Bunun Nietzsche'nin özü belə bir cavab verir. Bu təbiət iradəsinin ifadəsidir dostlar. Bax, necə ki, məsələn üçün gül açılır, bax, günəş çıxır, necə ki, bülbül cəhcəh vurur, düzdür? Onlar bunu azadə şəkildə, təbiətin iradəsinə əsasən edirlər. Yəni, məsəl üçün, görürsən ki, ağacdır, daşların arasını parçalayıb çıxır yerdən. Yəni, özünə boy atmaq istəyir, günəşə tərəf qalxmaq istəyir, böyümək istəyir. Onun içindəki o enerji ki var, o həyat iradəsi ki var, biz gəlin bunu fəlsəfə içərisində, metafiziki fəlsəfə içərisində indilik belə deyə bilərik, təməl olaraq. Bax, filosof da təbiət bu şəkildə yaradır. Necə ki, məsələn üçün, insanlar özlərini, iradələrini yayma haqqında fikirləşirlər, düzdür. Necə ki, insanlar nəsillərini artırmaq istəyirlər uyğun şəraitlərdə və bunun üçün çalışırlar, çabalayırlar və bəli, bunu yerinə yetirirlər və gələcəyə doğru da yerinə yetirəcəklər. Buranın mənalandırıcısı və hakimidirlər insanlar. Bax, necə ki, onların içindəki o təbiət iradəsi, qüvvəsi fəaliyyətdədir. Təbiət filosofu da bunun üçün ortaya çıxardır. Sənətkarı da, xalis filosofu da özü ortaya çıxardır ki, lazım biləndə özü ortaya çıxır. Yəni, Nietzsche dünyasında deyir, Nietzsche bunu özü deyərdi ki, təbiətin kamilləşməsi üçün çalışaq. Təbiətin kamilləşməsi üçün çalışaq. Birinci, özümüz üçün, sonra əlbəttə bu yayıla bilər, az və ya çox dərəcədə xeyri faydası, ruhi, mənəvi, zehni faydaları dəyə bilər, əlbəttə, hər kəsə. Bax, bu filosof, mütəfəkkir, xalis sənətkar meydana çıxanda aydın məsələdir ki, o ənənəvi qurğularla, strukturlarla, ənənəvi baxışlarla, ənənəvi sistemlərlə labüd şəkildə toqquşacaq. Bu söhbətdə eləmişik, Nietzsche özü bu mövzulu, bu məsələyə çox sayda düşüncə ayırıb, analiz ayırıb, elə bu kitabda dostlar, mənim ərsəyə gətirdiyim Rasim Qaraçabəylə Atalan nəşriyyatına ərsəyə gətirdiyimiz bu kitabda məsələn üçün bu barədə çox söhbət açılıb. Toqquşacaq. Fəqət filosof nədir? Xalis filosof nədir? Xalis filosof insan olmaq istəyən və insan kimi yaşamaq istəyən bir varlıqdır. Yaxşı, bəs insan olmaq nədir? Və Nietzsche bunu əlaqələndirir. Nə ilə əlaqələndirir dostlar? Nietzsche bunu, baxın, buradan bir düşüncə verəcəyəm sizə dostlar. Bu istehza ilə qarşılaşa bilər. Bu müxtəlif cür mənfi münasibətlərlə qarşılaşa bilər bu məqam. Bu məqam uyğunsuz, xoşa gəlməz məqamlarla qarşılaşa bilər. Müxtəlif cür tiraniyalarla qarşılaşa bilər. Bu məqamın ərsəyə gəlməsi çoxlu mənfiliklərlə qarşılaşa bilər.
Çox aydın məsələdir də, aydın məsələdir. Amma Nietzsche bunu böyük olmaqla əlaqələndirir. Böyük olmaq nədir? Əlbəttə, bu mən fəlsəfi çərçivə içərisində deyirəm. İndi böyüklük qavramı hər insana görə müxtəlif cür ola bilər. Kiminə görə başqa cür tip böyüklük tipdir. Kimisinə görə fərqli cür tip böyük tipdir. Və yaxud məsələn üçün biz qüdrətli krallardan, şahlardan, liderlərdən danışmışıq, düzdür? Qüdrət hər kəsə görə bir cürdür. Fəlsəfi mənada Nietzsche qüdrət barədə danışırdı və Nietzsche'nin özü də əslində fəlsəfi qüvvəsinə və enerjisinə rəğmən bəli, çox qüdrətli filosof idi. Təsadüfi deyil ki, Nietzsche fəlsəfəsindən çox belə böyük və qanlı qadalı hətta hadisələr ortaya çıxdı. Ola bilər ki, bu Nietzsche özü bunu istəməzdi. Amma bu digər tərəfdən, əgər hər şey nəzərə alınırsa, Nietzsche fəlsəfəsinin və iradəsinin, idrakının da qüdrətini göstərirdi. Yəni Nietzsche'nin qüdrəti isbatlanmış formadadır. Yəni Nietzsche'dən 20-ci əsrin ədəbiyyatına böyük təsir göstərib, incəsənətinə böyük təsir göstərib. Bax, danışmışıq biz. Məsələn, Jack London kimi bir yazıcının yaranmasında Nietzsche böyük rol oynayıb və Jack London ədəbiyyatında bilirsiniz, bir o aid olduğu dövləti, Jack London ədəbiyyatında aid olduğu dövləti, yəni Amerikanı və İngiltərə və Amerikanı uzun əsrlər boyunca yer üzərində hökmran edə biləcək qüvvələr var. Jack London ədəbiyyatında. Yəni, əgər doğru şəkildə qavranlarsa, əxs edilərsə, Anglo-Sakson dünyasını uzun əsrlər boyunca hökmran edə biləcək qüvvələr var. Məsələn, adicə Jack London ədəbiyyatında bu qüvvələr var. Və Jack London yaranmasında belə Nietzsche'nin rolu. Dolayı Nietzsche'nin orada böyük əhəmiyyəti var. Fəqət mən Nietzsche'ni daha çox indi öz təbiətimə uyğun olaraq daha çox onu filosof, şair və alim kimi, bir filosof, sənətkar kimi qəbul edirəm və bu tərəfdən onu kəşf etməyin tərəfdarıyam. İndi mən təbiətimə olaraq da indi burada hər kəsin, hər bir insan tipinin özünə məxsus iradəsi var və bu iradəyə bağlı olan bir idrak tipi var və o bundan çıxış edərək can atmada bulunur, davranışda bulunur, hərəkətdə bulunur və bunların əsərgət etdiyi hadisələr baş verir. Mən isə daha çox öz təbiətimə uyğun olaraq, mütəfəkkir, ədəbiyyatçı olaraq Nietzsche'nin bu tərəfdən kəşf etməyin tərəfdarıyam, aydın məsələdir. Və Nietzsche bu tərəfdən nə deyir? Nə deyir dostlar? Deyir ki, bax, böyük insan öz çağında bir savaş verir. Savaş başladır. Hansısa bir mənəvi, ruhi savaş başladır. Və bu savaş qıraqdan onun özü ilə apardığı savaş kimi görünür. Bihudə və dağıdıcı savaş kimi görünür. Ancaq bu zahirən belədir. Çünki həmin insan əslində onun böyük olmasını əngəlləyən maneələrlə savaşır. Böyüklük isə onun üçün bu mənaya gəlir. Hürləşmək və tamamilə öz olmaq. Bu çox qəşəng düşüncədir dostlar. Yəni necə? Bax, insan deyir ki, bir filosof, mütəfəkkir deyir ki, indi meydana çıxıb da, yəni biz müxtəlif cür insanlar formasında özümüzü göstəririk. Bizim daxilimizdə qüvvələr var. Məsələn, müəllim olur, valideyn olur, valideynlik qüvvəsini işə salır. Biri müəllimdir, biri bənnadır, biri satıcıdır, biri gəmiçidir və s. İdmançılar var və s. Müxtəlif cür biz insan tipləriyik, düzdür? Filosof tipi də
bax, o fəlsəfi düşüncəsini, fəlsəfi ideyasını, fəlsəfi yaradıcılığını ifadə eləmək istəyir. Bu həm də nədir? Bu həm də nədir? Onun özü olmaq istəməsidir. Yəni ki, insan olmaq istəməsidir. İnsaniyyətini doya-doya yaşamaq istəməsidir. Onun o maneələri, onun insan olmasını, böyük olmasını, daxilindəki o yaradıcı qüdrəti ortaya çıxarmasını əngəlləyən maneələrə üstün gəlməkdir. Onları yenməkdir. Və mən insan kimi yaşadım deyə bilmək həsrətidir. Düzdür? Azadlaşmasıdır. Azadlaşmasıdır. Yəni məsəl üçün mən deyirəm ki, mən daxilimdəki iradəni doya-doya yaşamaq istəyirəm. Tutalım, mənim daxilimdəki iradə deyir ki, bax Rüstəm, sən bu cür formal və məzmunlu bir kitab yazmalısan. Mən düşünürəm ki, mən bu cür məzmunlu və formal kitab yazsam, bu yaşadığım cəmiyyətə uyğun gəlməz, insanlara uyğun gəlməz, buradakı intellektualları məsəl üçün nümunə verirəm, uyğun gəlməz və s. Amma məsələ burası ki, mənim daxilimdəki iradə mənim insan olmağımı istəyir. İnsaniyyətimi doya-doya yaşamağımı istəyir. Hür və böyük olmağımı istəyir. Bu maneələrlə, istehza ilə, gülüşlə qarşılansa da belə mənim böyük olmağımı istəyir. Daxilimdəki iradə bunu məndən istəyir. Və mən buna əngəl törədən hər şeyi darmadağın eləməyə hazıram. Ki, artıq o böyük olmaq, hür olmaq, azad olmaq və özü olmaq. Özü olmaq, insanın özü olmaq istəməsi. Bu bir sənət əsərinə çevrilir. Bir düşüncəyə və ədəbiyyata çevrilir. Sən insaniyyəti tam şəkildə ifadə edirsən. Mənim örnəyimdə. Başqalarının timsalında başqa cür özünü göstərə bilər. Mənim örnəyimdə belədir. Amma məsəl üçün, bir rəqqas da, rəqs, o təbiət onu rəqs üçün yaradıbsa, o gerçək bir rəqqasdırsa, rəqsini ortaya çıxararsa, rəqsinin arxası isə gedərsə, orada püxtələşərsə, o da bütövləşər və özü olar. Düzdür? O da insaniyyətini elə o şəkildə göstərir. Bir rəssam da, bir ana da, bir müəllim də, bir idmançı da, müxtəlif cür insanlar da, müxtəlif şəkillərdə o şəkildə azad, hür, özü ilə olarsa, tamamilə özü olarsa və bunun üçün çalışarsa, o da insaniyyətini, insanlıq ləyaqətini, insanlıq iradəsini göstərir və ortaya qoyur. Yəni, mənim daxilimdəki nümunə olaraq deyirəm də, mən həssət var, sevgi var, mənim ikrahım var, mənim antipatiyalarım var, simpatiyalarım var, ideallarım var, onları gerçəkləşdirmək istəyirəm, ruhi qüdrətimi göstərmək istəyirəm, qüvvələrimi göstərmək istəyirəm, üzə çıxılmaq istəyirəm. Bunu məndən təbiət tələb eləyir. Təbiət mənə deyir ki, Rüstəm, bunu yaşasan, insan olacaqsan. İnsaniyyəti yaşayacaqsan. Beləliklə, mən bunu yaşayıramsa, gerçəkləşdirirəmsə, bütün mənfilərə rəğmən, qaranlıq tərəflərə rəğmən, çatışmazlıqlara rəğmən, ağracılara rəğmən bunu gerçəkləşdirirəmsə, mən insaniyyətimi yaşayıram, özüm oluram və hürləşirəm, azadlaşıram. Nietzsche deyir, bu böyük olmaq deməkdir. Nietzsche belə deyir. Dolayısıyla, mütəfəkkir də Nietzsche'nin timsalında desək, bu nöqtəyə nəzərcək. Mən də başqa sahələri çox deyə bilməm dostlar. O sahələrin gərək o sahələrin insanları bax danışsınlar. Çünki onların təcrübələri var. Mən isə öz təcrübəmlə bağlı deyirəm ki, bu isə sənin səadətinlə həm də bağlıdır. Səadətinlə bağlıdır. Məsələn üçün, mən indiyə kimi arzusunda olduğum bütün intellektual işlərimi gerçəkləşdirmişəm. İndiyə kimi gerçəkləşdirmişəm. Nəyi hazırlamaq istədimsə, hamısını hazırladım.
Məsələn, bu mənə müəyyən səadət verir. Verir. İndi başqa bir məqama da gələcəyəm, başqa bir məqama da gələcəyəm. Bu məni yaxşı hiss elətdirib, sevincək hiss elətdirib, müəyyən qüdrət duyğusu verib mənə, insanlıq ləyaqətimi artırıb, insaniyyətimi duymaq, bundan şadlıq duymaq potensialımı artırıb xeyli dərəcədə. Bəli, arzularım çoxdur, intellektual arzularım çoxdur. İstəyərəm onları gerçəkləşdirim, hələ çoxdur, ideyalarım çoxdur. Amma indiyə kimi olanları müəyyən həddə gerçəkləşdirmişəm. Və bu zaman mən Nietzschəni bu baxımdan başa düşə bilərəm ki, o əslində hürləşmək və tamamilə özün olmaq, azadlaşmaq, insanlıq ləyaqətini doya-doya yaşamaq nə deməkdir? Nə deməkdir? Bunu hansısa dərəcədə tuta bilirəm. Və Nietzscheyə bu baxımdan razıyam. Yəni, yaradıcılığın da təməl ideyalarından biri budur. İnsani qüvvələri, insani mənəviliyi, insaniyyətindəki ruhaniliyi geniş şəkildə, dolğun şəkildə ifadə eləmək və özünə bir sənət əsəri kimi yanaşmaq. Nietzsche özü deyərdi. İnsan özünə sənət əsəri kimi yanaşmalıdır. Bununla da əlaqələndirmək olar bu məqamı, dostlar. Bunu da demək istədim ki, Nietzsche'nin bu düşüncəsi nə qədər qüvvətlidir və necə də bilirsiniz, belə könül oxşuyur da. Məsələn, Nietzsche 19-cu əsrdir, 20-ci əsrə keçiddir. İndi biz 21-ci əsrdəyik. Bax, necə əsrlərlə, məsələn, bax, indi biz Nietzsche'ni öz dilimizə çeviririk. Artıq bizim üçün ümumiləşdi, artıq bizim üçün dünyəviləşdi. Fəlsəfi təməllərdən birimizə çevrildi. Biz çox baxımdan hər qəbildən ondan yararlana bilərik, hər qəbildən. Dövlət olaraq da bundan yararlanmaq olar, bəli. Yaxşı bir mütəxəssislə, filosofla, Nietzsche fəlsəfəsindən dövlət üçündə yararlanmaq olar. Digər şəxsi münasibətlərdə yararlanmaq olar və s. İncəsənətdə, ədəbiyyatda, hətta təbiətşünaslıqda belə yararlanmaq olar. Bax, Nietzsche o insaniyyətini bütün o ağrı-acılara rəğmən ortaya qoya bilmişdi. Fəlsəfi qüdrətini ortaya qoya bilmişdi. Bugün biz ondan ilham alaraq fəaliyyətimizə davam edə bilirik. Demək ki, Nietzsche hansısa dərəcədə öz idealını gerçəkləşdirə bilib, dostlar. Gerçəkləşdirə bilib. Birinci məqam buydu. Bunu vurğulamaq istədim. Və Nietzsche'nin bu kitabında, dostlar, çox gözəl bir düşüncə var. Mən bu kitabı, bilirsiniz, bunlar, o məqama da gələcəyəm. Bunlar, bilirsiniz, Əlisə Nicatın belə bir sözü var idi, dostlar. Əlisə Nicat belə bir söz demişdi. Demişdi ki, Nietzsche'nin düşüncələrindən zövq almaq üçün yarı tanrı olmalısan. Yəni, yarı tanrılar Nietzsche'nin düşüncələrindən zövq ala bilərlər. Əlisə bəy bu düşüncəni niyə deyib? Əlisə bəyin bu düşüncəsi şirilmiş mi düşüncədir? Yəni, məzmun bu cür idi. Bu şirilibmi? Bu Əlisə Nicatın bu düşüncəni söyləməsi, yazmasının altında nələr yatır? Məsələn, mən bunu öyrənmək istədim, bilmək istəyərdim. Bəlkə bu düşüncə biraz belə küstah görünə bilər. Amma dediyim kimi də Əlisə bəyin ola bilər bu düşüncənin deməsində ciddi əsasları var. Yəni, bunu bilmək istəyərdik. Ola bilər bu düşüncənin altında böyük bir analiz yatır və s. və s. Amma bəlkə də bu düşüncədən çıxış eləyərək, biraz belə, dediyim kimi, küstah da görünsə, Nietzsche'yə bu düşüncədən çıxış eləyərək də yanaşmaq olar. Və dolayısıyla bütün bu Nietzsche'nin bu əsərlərindəki bu düşüncələr, bax, belə bu şəkildə, bəlkə də bu bənzətməni haqlı çıxaracaq mahiyyətdədirlər. Elə dərinliklər var orada, elə zərifliklər var, əhatəlilik var, çox cəhətlilik var Nietzsche düşüncələrində də.
Və onun bu kitabında dostlar, ya cəhətə bunu bu haqda çox söhbət edirdik, bu kitabdan çıxan mövzular haqqında söhbət edirdik. Və bu kitabda da çox qəşəng bir düşüncə var dostlar. Yəqin ki, alanlar oldu. Onlardan mən təvəqqə edirəm həmişə dostlar. Bu kitabları oxuyarkən çox lütfən dostlar, biraz səy göstərsinlər, yetkincə yanaşsınlar, dərinə varmağa çalışsınlar, yavaş-yavaş fəlsəfəni hiss etməyə çalışsınlar. Bundakı o dərinlikləri, mənəvilikləri yavaş-yavaş hiss etməyə çalışsınlar ki, nələr çıxa bilər bu kitabların içərisindən. Bu kitabda mənim hazırladığım kitabda, Ərsəyə gətirdiyimiz kitabda Rasim Qaracabəy ilə digər yoldaşlarla da o cümlədən. Bu kitabda da dostlar bir düşüncə var. Bax, məsəl üçün, görün nə deyir. Görün nə deyir Nietzsche, baxın. İnsan nə üçün mövcuddur? Nietzsche bu sualı belə qoyur. Bax, deyir ki, özünə sual ver, nə üçün mövcudsan? İdealın varmı? Burada Nietzsche sual verir. İdealın varmı? Oxuca sual verir. Həsrətin varmı? Daxilindəki iradədə bir mənəvi həsrət varmı? Bax, sən qarşına nəcib naminə qoya bilərsən. Nəcib bir naminə qoya bilərsən qarşına. Və gör nə deyir? Qoy səni bu yolun sonunda lap həlakət gözləsin. Mən böyük və mümkünsüz olan uğrunda qiymətli həyatına mərhəmətsiz davranmaqdan, həlak olmaqdan daha yaxşı bir taley tanımıram. Bax, bizə deyirlər, dost Rüstəm, məna nədir? Həyatdakı məna nədir? Məna sənsən. Məna insanın özüdür dostlar. Mən indi burada dostlar başqa insanlarla bağlı nəsə deyə bilmərəm. Yəni dünyada çoxlu insanlar var, çoxlu insanlar yaşayırlar, çoxlu insanlar yaşayacaqlar. Amma mənim kimlərin həyatı ruhi, mənəvi fəaliyyətə həsr olunub, təbiət iradəsi tərəfindən. Yəni bu şəxsi seçimdən çox təbiət iradəsidir dediyim kimi. Necə ki, məsələn üçün, quş oxuyarsa, günəş çıxarsa, gül açılarsa, məndəki o təmayül də belədir. Onlardakı labüdlük olaraq var. Labid olaraq beləyəm. Labid olaraq Nietzsche'ni tapmışam. Əlsa bəyi tapmışam. Əlsa bəydən Nietzsche'yə getmişəm. Nietzsche'nin kitablarını tərcümə eləmişəm öz dilimə. Nietzsche'dən bəhrələnmişəm. Nietzsche mənim dolayı yollarla mənim həyatımda rol oynayıb. Labidlik olaraq var bunlar. Labid olaraq Nietzsche haqqında söhbət edirəm. Təbiət iradəsinə əsasən. Və bu çərçivədə, bax bu sahədə, məhz bənzər təcrübələrlə əlaqələr içərisində, bənzər fərdiyyətlərlə əlaqələr içərisində bu çərçivədə bunu deyə bilərəm. Məna nədir? Məna insanın özüdür. Məna insanın içindəki idealdır. Təbiətin bəxş etdiyi idealdır. Təbiətin səni yönləndirdiyi, istiqamətləndiyi, içindəki iradənin sənin, ilhamının sürüklədiyi o aləmlərə getməkdir. Məna budur. Gör Nietzsche nə deyir? Qoy səni yolun sonunda həlakət gözləsin. Qoy həlak ol. Həlak ol. Eybi yox. Amma mən böyük və mümkünsüz olan uğrunda qiymətli həyatına mərhəmətsiz davranmaqdan, həlak olmaqdan daha ali bir taley tanımıram. Görürsünüz? Nietzsche deyir bunu dostlar. Nietzsche'nin mənası budur. Nietzsche'nin həyata dair mənası budur. Biz gəlin bir alim təsəvvür eləyək, xalis alim təsəvvür eləyək. Bu xalis alim milyonlarla insanı
ağrı acılardan qurtaracaq və onların həyatına şadlıq gətirəcək, sevinç gətirəcək, sağlamlıq gətirəcək bir dərman ortaya çıxarsın. Və bu zaman onun həyatı təhlükə qarşısında qalsın, təhlükə altında qalsın və ya həlak olsun. O böyük və mümkünsüz olanı reallaşdırmağa çalışıb və reallaşdırıb. Bir qəhrəmana çevrilib. Vətəni uğrunda savaşan, qorxmadan savaşan, irəlidə gedən, özünü fəda edən qəhrəmanları düşün. Onlar mümkünsüz və böyük olan uğrunda mübarizə aparırlar və qələbə çalırlar. Yəni, məsəl üçün, sən deyə bilər, kimsə deyə bilər ki, bizdə deyənlər olurdu da buna. Deyənlər oldu, siyasətçilər içərisində mən görmüşdüm və s. Azərbaycan öz torpaqlarını heç ala bilməz, ala bilməyəcək. Mümkünsüz və böyük olan uğrunda öz qiymətli həyatına mərhəmətsiz davranmaqdan, həlak olmaqdan daha böyük, daha yaxşı bir talih tanımıram. Bunu Nietzsche deyir. Başa düşürsünüz necə? Nietzsche'nin həyat mənası bununla bağlıdır. Özü də o həyatı yaşayıb. Yəni, o özünün idealı nə idi? Çox söz danışmaq. Nietzsche'nin idealları nə idi? Nietzsche'nin, biz yeni bir kitab var, çap olunacaq, sağ olsun dostlar. Nietzsche'nin bir dənə kitabını çap elədik də biz. Tərcümə elədik, hazırladıq, çap olunacaq. O da çıxanda ona haqqında danışacağım. Orada da möhtəşəm düşüncələr var. Yəni, inanılmaz qəşəng düşüncələr var. Nietzsche çox acayip yerlərə gedib çıxıb. Orada da o mümkünsüz və böyük olan uğrunda bir təfəkkür etmək işi ilə məşğul oldu da. Bax, həmən o qəhrəmanlar vətənlərini, torpağını xilas elədilər. Özlərini qurban verdilər. Öz qiymətli həyatlarına mərhəmətsiz davrandılar. Həlak oldular. Böyük və mümkünsüz uğrunda həlak oldular. Bu Nietzsche'nin məna anlayışlarından biri budur. Nietzsche mənanı bunda görür. Nietzsche'nin öz həyatı da buna bənzərdir. Ruhi dünyada belədir. Bilir ki, həlakətə gedə bilər. Bilir ki, məhv ola bilər. Amma fəlsəfəsini gerçəkləşdirir. Və onun fəlsəfəsi 20-ci əsrin ədəbiyyatının, yaxşı ədəbiyyatının xilas olmasında, çiçəklənməsində böyük rol oynayıb. Böyük rol oynayıb. Sənətində böyük rol oynayıb. Mən ədəbiyyatını danışıram, başqa sahəyə girə bilmərəm. Ədəbiyyatında böyük rol oynayıb. Bax, Joyce'un Ulyss əsəri var. O böyük və mümkünsüz olan bir şeyin gerçəkləşməsidir. Böyük və mümkünsüz olan bir şeyin gerçəkləşməsidir. Proust'un itmiş zamanın izində sorağında əsəri var. Böyük və mümkünsüz olanın gerçəkləşməsidir o. Yəni, bax, sənə belə deyirəm, məsələn üçün. Məsələn üçün, Proust, tam gəl düşünək də. Proust deyir ki, itmiş zamanın sorağında mən xatirəmi sənətə çevirmək istəyirəm. Xatirəmi, yaddaşı sənətə çevirmək istəyirəm. Və Proust yaddaşı, yəni bir insanın, insan fərdinin təxtə şuurunda, varlığında hopmuş bütün o təcrübələr, yaşantılar, sevinclər, şadlıqlar, rəsmlər, mənzərələr, surətlər, okeanı, o toplusundan onları ədəbi sənətə çevirib 7 ciltlikdə 7 cilt. Bu boyda bir kitab ortaya çıxıb. Yəni həyatın içərisi zərifliyə, gözəlliyə çevrilib, ən xırdalıqlar, şuurun oyunları, həsrətlər, ehtiraslar, coşqunluqlar, ağrı acılar, günahlar, savablar,
dalğalanmalar, haldan hala girmələr, assosiasiyalar, məcazlar, keçmiş, böyük ədəbiyyatlar, sənətlər, göndərmələr, fəlsəfələr, incəsənətlər, rəsmlər, elm, təbiətşünaslıq hamısından ibarət bir Adam bağı, Adam bağıdır. Çevrilib ədəbi sənətə, abidəyə çevrilib. Yəni Proust böyük və mümkünsüz olanı gerçəkləşdirmək uğrunda həlak olub, həlak olub. Deyilənə görə bitirəndə, kitabını bitirəndə, itmiş zamanın sorağında kitabını bitirəndə deyib ki, indi ölə bilərəm. İndi ölə bilərəm, hər şeyi yazdım. Böyük və mümkünsüz olanı gerçəkləşdirib. Giordano Bruno yandırılıb. Giordano Bruno yandırılıb. Düzdür? Tək o deyil, çox misal çəkmək olar. Böyük və mümkünsüz olan uğrunda həlak olub. Yəni o dövrün dini amansızlığına, dini qəddarlığına rəğmən öz fəlsəfi düşüncələrini ifadə edib. Təbiətlə bağlı düşüncələrini ifadə edib. Və yandırılıb. Kafir elə olunub, yandırılıb, düzdür? Amma bəşəriyyəti, Avropa düşüncəsini, elə bizim də, Azərbaycanın da dolayı olarak bizə də gəlib çatıb da, dolayı olarak bizə də gəlib çatıb. Biz də məktəblərdə dünyavi elmi keçirik. Dünyavi elm təsəvvürünü formalaşdırırıq. Yəni bizim o fanatizmdən qurtulmağımızda böyük rolunu Giordano Bruno. Dünyavi baxış bizə verib. İnsansevər, şəfqətli baxış bizə bəxş edib. Dünyanın təbii mənzərəsinə uyğun olaraq aydın təfəkkür, işıqlı təfəkkür bizə bəxş edib. Dünyaya elmi baxışı ortaya qoyub. Elmi, fəlsəfi baxışı ortaya qoyub. Yəni bizi dinin zülmündən çıxardıb. Böyük və mümkünsüz olan uğrunda həlak olub. Qiymətli həyatına qəddarcasına davranıb. Mərhəmətsiz davranıb qiymətli həyatına. Nietzsche deyir, mən bundan daha ali bir talih tanımıram. Bu Nietzsche'nin hatırlanması, yaşadılması, ona bəslənilən sevgi üçün, hörmət üçün ciddi bir əsasdır. Məsələn, bu düşüncəniz. Yəni bu düşüncənin içərisində bəşəri ləyaqət yatır. Bəşəri ləyaqət yatır. Bizim əlimizdə olan çoxlu yaxşı dəyərlər var. Bizim azadlığımız var, sevgimiz var, sənətimiz var, bilgimiz var. İnsanlıq ləyaqətinə dair baxışlarımız var, şəfqətimiz var. Düzdür? Bunları əldə eləmişik, pis, yaxşı. Problemlərimiz çoxdur, dünyada da çoxdur, problemlərimiz bəli çoxdur. Onlar da nə zamansa yavaş-yavaş həll edilə bilərlər. Amma biz bütün bunları əldə eləmişik. Dəyərimizə çevirmişik, bəşəri dəyərlərə çevirmişik, ideal dəyərlərə çevirmişik, düzdür? Humanist dəyərlərə çevirmişik. Bax, onlar həm də böyük və mümkünsüz olan uğrunda qiymətli həyatlarına mərhəmətsiz davranan, həlak olan şəxsiyyətlərin əsərləridirlər, dostlar, həm də. Və Nietzsche deyir ki, mən belə talihdən daha yaxşısını tanımıram. Belə, bu da düşüncəni də dedim, dostlar. Və Nietzsche'nin yeni çap edəcəyimiz kitabında da çox gözəl bir düşüncə var. Baxın, dostlar, baxın. Görün nə deyir. İnsan həyatının mənasına dairdir. Bax,
fərd üçün sevgi və ədalət uğrunda mübarizədə ölümü də gözə alaraq fəda getməkdən daha gözəl tale ola bilməz. Nietzsche bunu dostlar, bu kitablar, deməli dostlar, bu kitab indi çap etdiyimiz kitabda olacaq, çap olunacaq. Üçü və bir dənə də əlavəsi başqası var. Bəlkə onu da mən dilimizə qazandıra bilərəm, ola bilər nə zamansa, mən də öz variantımı verə bilərəm. Onlar bir dənə kitab əməliyyat edirlər dostlar. Nietzsche o kitabı yazıb təqribən 30 yaşlarında. Yəni Nietzsche'nin bu düşüncələrini, Nietzsche bu yolu, yəni yolunun prinsiplərini bir düşüncə insanının, aydının, alimin, qəhrəmanın, o sənətkarın, fədainin, çoxalda bilərək bütün bu görünməz qəhrəmanların o həyatının ortaq prinsipini bu şəkildə dilə gətirib 30 yaşında və bu onun həm də öz həyatını istiqamətləndirib, fəlsəfi həyatını. Fərd üçün sevgi və ədalət uğrunda mübarizədə ölümü də gözə olaraq fəda getməkdən daha gözəl tale ola bilməz. Daha gözəl tale ola bilməz. Qəhrəmanları dedik, qəhrəmanlar. Qəhrəmanlar, bizim qəhrəmanlarımız nəyin uğrunda mübarizə aparırdılar dostlar? O cəsur, mərd, alicənab oğlanlar, kişilər nəyin uğrunda mübarizə aparırdılar? Sevgi və ədalət uğrunda. Onlar öz xalqlarına sevgi bəsləyirdilər, öndə gedən qəhrəmanlar. Sevgi bəsləyirdilər, öz xalqlarının yaşamasını, sevinç duymasını, şadlanmasını, artıb çoxalmasını, yaxşı qidalanmasını, yaxşı istirahat etməsini istəyirdilər. Xalqlarına sevgi duyurdular və ədalət uğrunda mübarizə aparırdılar. Yəni öz torpaqlarını, ana torpaqlarını qaytarmaq, xilas etmək, qaytarmaq, özlərinə qaytarmaq, öz torpaqlarına, ölkələrinə qaytarmaq uğrunda, ədalət uğrunda mübarizə aparırdılar. Ölümü də gözə almışdılar və fəda etdilər özlərini. Nietzsche deyir ki, bundan daha gözəl tale ola bilməz. Bir fərd üçün sevgi və ədalət uğrunda mübarizədə ölümü də gözə alaraq fəda getməkdən daha gözəl tale ola bilməz. O ən üstün zirvədir dostlar, üstün zirvədir. Yəni orada artıq sən ölümlə birbaşa üz-üzəsən və insan üçün həyatdan daha şirin nə ola bilər, daha üstün nə ola bilər öz həyatından. Bunun uğrunda, yəni vətənləri uğrunda özlərini fəda edirlər, həyat fəda olunur. Həyatını insan fəda eləyir. Bu ən üstün mövqedir. Ən üstün qəhrəmanlıq mövqesidir. O savaşçıların mövqesi, ucaldıqları zirvə, ən üstün zirvədir. Onunla başqa heç nə müqayisə oluna bilməz. Bilməz. Amma tək ki, mənim arzum, daha çox arzum budur ki, o insanlar daha çox artıb çoxalsınlar. O insanlar, o qəhrəmanlar iradələrini yaysınlar. Çox arzu eləyərdim mən, nə zamansa belə olsun. İradələrini yaysınlar, ruhi, fiziki, cismani iradələrini yaysınlar. Mən bunu çox arzulayardım. Tək yaşasınlar elə qəhrəmanlar, tək yaşasınlar. Amma əlbəttə ki, vətənləri yer üzəri amansız bir yerdir. Əlbəttə ki, dünya hələ çox uzun nəsillər boyunca bu amansızlıq içərisində çırpınacaq. Dünyada kifayət qədər çox vəhşilik səviyyəsi var. Ona görə də xalqlar və ölkələr, dövlətlər buna hər zaman hazır olmalıdırlar. Yəni savaşmağa hər zaman, özlərini müdafiə etməyə hazır olmalıdırlar. Belə bir dünyada yaşayırıq. Bütün bunları başa düşürəm. Tək ki, o cür qəhrəmanların yaşamasını istəyərik, arzulayarıq. Amma elə onların taleyinin gözəlliyi də ondadır ki, onlar fəda eləyirlər özlərini. Alilik də elə ondadır. Ölümü gözə alaraq fəda eləyirlər. Yəni, çox və haqlı şəkildə üstün, yüksək, ağlı bir mərtəbəyə yüksəlirlər dostlar. Amma
bununla müqayisədə xeyli kiçik olan ruhi mənəvi qəhrəmanlıqlar da vardır. O da sevgi və ədalət uğrundadır dostlar. O da bir gerçək filosof da, gerçək sənətkar da əslində sevgi və ədalət uğrunda mübarizə aparır. İnsanlıq ləyaqəti uğrunda mübarizə aparır. O da insanlara öz bilgəliyindən, təcrübələrindən bəxş eləmək istəyir ki, aydınladıcı, işıqlandırıcı xassələr ötürmək istəyir ki, onlar da bir çox şeyləri dərk eləsinlər. Ədalət duyğularını artırsınlar. Onlar da mənfiliklərdən, qaranlıq xüsusiyyətlərdən, qaranlıq xassələrdən qurtulsunlar. Həqiqi bir insaniyyət yayılsın, həqiqi bir anlayış yayılsın, həqiqi sevgi yayılsın, düşüncə yayılsın, azadlıq yayılsın, zülmkarlıqlar və vulqarlıqlar, məhdudluqlar azalsın. Düşüncə insanları da, alimlər də o cümlədən insanların həyatını xilas edən, onları həyatın sevinclərinə qaytaran alimlər də, görünməz qəhrəmanlar da, insanlara sevinç gətirən, yaxşılıqlar edən, digərlərinin istirablarını azaldan, görünməz qəhrəmanlar da o cümlədən belə bir özünü fəda etmə potensialına malikdirlər. Və Nietzsche deyir ki, bax bu talih gözəl talihdir. Bundan daha gözəl talih ola bilməz. Bundan gözəl talih ola bilməz. Nietzsche'nin mənası budur. Məsələn, Nietzsche fəlsəfəsindəki insan mövcudluğunun mənasına dair baxış budur. Baxış budur. Məncə çox əla prinsiplərdir. Çox əla prinsiplərdir. Və 19-20-ci əsrlərdə Nietzsche kimi bir qəhrəmanə ruhlu filosofun ortaya çıxması da təbiətin həm labüdlüyüdür, həm də möcüzəviliyidir. Çünki o, yenidən bu prinsipi, yəni təbiət əslində Nietzsche vasitəsilə bu prinsipi ortaya çıxardıb və bizim üçün təsdiqləyib də, meydana çıxardıb və təsdiqləyib və bizə istiqamətlər verib. Daxilində qəhrəmanəlik daşıyan şəxslərə istiqamətlər verib. Gözəl talih nədir? Nietzsche'yə görə budur. Sevgi və ədalət uğrunda mübarizədə ölümü də gözə alaraq fəda getmək. Yəni, bir gerçək mütəfəkkir də fəda gedə bilər, ölə bilər. İdealları uğrunda ölə bilər. Və əslində bu təbiidir. Belə də əslində olmalıdır. Və gözəl də talih Nietzsche'yə görə budur. Və sənin daxilindəki o sevgi və iradə sənə deyir ki, iradə sənə deyir ki, təbiət iradəsi sənə deyir ki, bax, ey filosof, ey sənətkar, sən ədalət və sevgi uğrunda mübarizə aparmalısan və yeri gəlsə fəda getməlisən. Nəyin bahasına olursa olsun, yəni sənə göstərilən bütün mənfilikləri, mənfi münasibətlərə rəğmən sən bunu gəzirləşdirməlisən. Təbiət bunu səndən istəyir. Sevgi və ədalət uğrunda mübarizə aparsansa, sənə qarşı çıxanlar deməli nə istəyirlər? Onlar sevgisiz və ədalətsiz bir dünya istəyirlər. Belə deyə yox. Özlərini ələ verirlər. Amma dəxli yoxdur. Və sən sevgi və ədalət uğrunda mübarizə və davam etməlisən. Və yeri gəlsə bu yolda fəda getməlisən. Qurban getməlisən. Yeri gəlsə getməlisən. Gözəl talih edəməz budur. Nietzsche belə deyir dostlar. Haqlıdırmı? Özünə görə haqlıdır. Mənim nəzər nöqtəyimdən də haqlıdır. Yəni mənim də o təbiət, mütəfəkkir təbiətim olduğu üçün onu haqlı sayıram. Haqlı sayıram dostlar. Bunu da dedik dostlar. Və siz üçün bir dənə də Nietzsche'nin bir neçə düşüncəsini oxumaq istəyirəm dostlar. Sonra söhbətimizi bağlayacağıq. Elə bu məsələlərlə əlaqəli bu söhbətimizi Nietzsche'nin qüdrətinə, onun
mənəvi qəhrəmanlığını həsr eləyir dostlar, əlbəttə. Gerçək vətən uğrunda özlərini şəhid edən qəhrəmanəliklər ən uca zirvədilər. Burada onların yanında kiçik qalsa da, bu da yenə də bir, necə deyərlər, töhfədir. O yola bir töhfədir dostlar. Hər halda Nietzsche özü də, məsələn üçün, bu qəhrəmanlığı çox yaxşı tuturdu. Və burada da ifadə edib. Yəni o qəhrəmanların həyatının fəlsəfi, metafizik mənasını göstərmək də çox əhəmiyyətli bir şeydir. Nietzsche bunu eləyib. Onu bir prinsipə çevirib, əqlə çevirib, intellektə çevirib. Aydınlaşdırıb biz üçün məsələni. Ədalətlə qiymətini verib filosof olaraq. Və bu, o yolun aktuallığına, canlı qalmasına böyük töhfə verə bilər. Və gələcəyin qəhrəman ruhlu insanların yetişməsində rol oynaya bilər. Düzdür yox. Düzdür yox. Yəni bu sənə elə bir güc verir ki, Nietzsche. Fəlsəfə elə bir qüvvətdir ki, yəni ruhi, intellektual qüvvətdir ki, o səni elə möhkəmlədə bilər ki, yəni sən idealların uğrunda, ruhi idealların uğrunda da, mənəvi idealların uğrunda da mübarizə apararkən və irəliyə gedərkən heç bir qüvvə sənə əngəl törədə bilməz. Heç bir qüvvə sənə əngəl törədə bilməz. Heç kim səni yıprada bilməz. Həvasdan sala bilməz. Heç kim səni sarsıda bilməz. Çöktürə bilməz. Elə qüvvə belə. Yəni fəlsəfə çox-çox qüvvətli bir təməldir. Ruhi, mənəvi, intellektual təməldir insan həyatı üçün. Cəmaatlar, xalqlar həyatı üçün hətta. Yeni kitabda dostlar, Nietzsche'nin yeni kitabında bu mövzuya toxundu. Xalqla fəlsəfə və sənət arasındakı əlaqələr toxundu. Necə bir cəmaat, bir kütlə xalqa çevrilə bilər. Gerçəkdən keyfiyyətli bir xalqa çevrilə bilər və o kitabda o verilib. Nietzsche o məsələni də işləyib çox yaxşı. İncəsənət, fəlsəfə və xalq, insanlar, incəsənətin, fəlsəfənin xalqla, insanlarla bağlılığı kontekstində işləyib onu. Onu da işləyib. Təfəkkür etmə işi ilə bağlı olduğu üçün məsələdə insan nədir? İnsan təfəkkürdən canlı, düşünən canlı. Düşünən və düşünərək qaydalar qoyan, sistemlər yaradan, həyat tərzləri yaradan, çək-çevir edən, təmizləyən, müəyyənləşdirən, dəqiqləşdirən, ideyalar qoyan, həyat ideyalar qoyan, dəyərlər ortaya qoyan, yaşam dəyərləri ortaya qoyan fəaliyyətdir fəlsəfə. Düzdür? Həm də budur. Təfəkkür etmək üçün. Bunlar çox əhəmiyyətli məsələlərdir. Baxın, görün nə deyir dostlar, deyir Nietzsche. Bax, nə edir Nietzsche burada dostlar? Bu məqama toxunur. Bu iki dəfə verir də buna. Sakinləşmək üçün. Bax dostlar. Gəlin belə deyim, bax. Bax, Nietzsche çox qəşəng bir söhbət edir. Dərin söhbətdir dostlar, dərin söhbətdir. Onu mən bəlkə başqa vaxt, başqa bir videoyu ayıraram ona. Amma məsələ necədir? Bax, deyir ki, sən məna olaraq, bax, bilirsiniz, sırf, bax, bir dövr, bir zaman təbiət iradəsi ortaya bir filosof çıxardır deyəcək. Həqiqi bir filosof çıxardır, mütəfəkkir çıxardır və ya gerçək sənətkar çıxardır. Bax, o gerçək sənətkar çıxır ortaya və içindəki iradə ona deyir ki,
sən hər hansı bir o ədəbi, fəlsəfi fəaliyyətlə məşğul olmalısan. Bunu səndən mən istəyirəm. Təbiət bunu sənə deyir. Və sən deyirsən, yaxşı, şərait varmı buna, mühit varmı? Cəmiyyət buna necə münasibət göstərər? İnsanlar buna necə münasibət göstərər? Mən niyə məhz burada və indi bu cəmiyyətin içərisində meydana çıxmışam? Nəyə görə, səbəb nədir? Sual verərsən. Nietzsche deyir ki, bu zaman sən o həyatdakı o iradə sənə nə deyir? Mənanı yaratmağı deyir sənə. Yəni həyatda məsələn, həyat mənalıdırmı? Mənalıdır da. Yəni həyatın özü mənadır. Həyatın özü, axışın özü mənadır. Buna toxunmuşuq da zaten. Çox toxunmuşuq buna. Yəni həyat sənət əsəri olaraq var və sənət əsərinə çevrilmək üçün var. Az və ya çox dərəcədə. Hansısa dərəcələrdə. Məna zaten odur. O mənadan da bilgəliyəsən gedib çıxırsan. Bilgəliklə də cəmiyyətlər qurub, cəmiyyətlər daha yaxşı qurub, daha yaxşı həyatlar qura bilərsən. İnsan bu həyatda yaşamaq istəyir. Necə yaşamaq? Daha yaxşı yaşamaq istəyir. Buna gedib çıxa bilərsən. Və bu zaman Nietzsche nə deyir? Deyir ki, bax, bir filosof və sənət yazıcısı üçün, biz bunlardan danışa bilərik, başqa sahəyə gedən məndə bundan danışa bilərik. Filosof və yazıcısı üçün, sənətkar üçün məna istisnalara bağlıdır. Yəni o baxır ki, bu yer üzərində ədəbiyyatın, fəlsəfənin, bilginin gördüyü çoxlu yaxşı işlər də oldu. Niyə də sən o yaxşı işləri daha da artırmayasan? Niyə də ona bir töhfə verməyəsən? Bu zaman sənin həyatın gerçəkdən məna qazanar. Gerçəkdən məna qazanar. İnsanlıq ləyaqətinin artırılmasında rol oynayarsan. İnsanlıq ləyaqətinin qorunmasında rol oynayarsan. Amma Nietzsche deyir, filosofun və sənətkarın mənasını bildik. Amma əgər biz hər kəsə diqqət edəriksə, egoistik meyillərdən başqa nəsə görərikmi? Yəni, geniş mənada bir məna varmı burada? İnsanlar nəyin uğrunda mı var? Nəyin uğrunda yaşayırlar? İnsanlıq nəyin uğrunda yaşayır? Bu zaman sən çökərsən. Lənət oxuyarsan və çökərsən. Çünki ümumilikdə bir hədəfi olar, görürmü o? Yəni, ayrı-ayrı insanların egoistik təmayülləri bir yerə yığışıb bir şey eləmək istəyirlər. Amma bu bir hədəfdirmi? Bu bir ali bir hədəfdir. Bu zaman əgər mütəfəkkir və filosof bunu düşünərsə, görər ki, onların ali hədəfi yoxdur. Çökər, lənət oxuyar və çökər. Və bu zaman onun gördüyü iş israf kimi görünür ona. Yəni fəlsəfə ilə məşğul olur, ədəbiyyatla məşğul olar, sənətlə məşğul olar, gerçəkdən, ürəkdən, sevə-sevə, insanlıq ləyaqətini yaşada-yaşada məşğul olmaq istəyər. Amma bu cəmiyyətlərin hədəfsizliyini görəndə, ali ideallardan uzaqlığını görəndə lənət oxuyar və çökər və işi ona israf kimi görünər. Yəni mən özümü israf edirəm kimi görünər. Görünər. Nə var ki, özünü insanlıq olaraq və təkcə bir fərd kimi yox, eyni ilə təbiətdə israf edildiyini gördüyümüz tək-tək çiçəklər kimi israf edilmiş hiss etmək bütün duyğuların fövqündə olan bir duyğudur. Amma kimin buna qabiliyyəti çatır? Əlbəttə ki, bir şairin. Və şairlər hər zaman özlərini ovundurmağı yaxşı bilirlər. Belə bitirir söhbət. Tutabildiniz necə? Yəni,
insanlığın geniş mənada bir ali idealı varmı? Niş edir. Filosof baxı düşünərsə onu görməz. Lənət oxuyar və çökər. Özünün idealı var. İdealı üçün bir kitab çıxardar, düşüncə ürətər, fəlsəfəsi ilə məşğul olar, nəsə eləmək istəyər orada ideal uğrunda. Amma bu ideal insanlığın idealı ilə üst-üstə düşərmi? Uyğun gələrmi? Gəlməz. Filosof bunu görəndə deyər ki, mən israf oluram. Amma deyir, sənətkar bunu görər və deyər ki, mən israf oluram. Amma deyir, bu sənətkar təbiətin iradəsinə uyğun olaraq əslində onun xeyrinə israf olunur. Bu eyni ilə təbiətdəki çiçəklər kimidir. Qəşəng çiçəklər açılar. Təsəvvür elə də, meşənin dərinliyini təsəvvür elə, dağ yamazlarını təsəvvür elə. Orada çiçəklər açılır, necə parlaq, qəşəng, bir-birindən əlvan, rəngarəng çiçəklər. Amma necədir? Onları kimsə görürmü? Görmürlər, heç kim görmür yerə gəlsə onların zərifliyi, qəşəngliyi görmür. Onların ətirlərindən bihuş olmurlar. Onlar yaranırlar və zamanı gələndə israf olurlar. Soğurlar, gedirlər. Yaranırlar, soğurlar. Təbiət iradəsi kimidir. Bax, bir xalis sənətkar da, bir mütəfəkkir də insanlıq idealı uğrunda mübarizə aparan, sevgi və ədalət uğrunda mübarizə aparan, gerçəkdən mübarizə aparan, maska olaraq yox, saxtacasına yox, ideal üçün mübarizə aparan bir insan da, fərdiyyət də sərf olunduğunu, israf olunduğunu görər. Amma onun israfı güllərin israfı kimidir, çiçəklərin israfı kimidir. O Nabokovun belə bir düşüncəsi var. Deyir, sənətin ən uyğun və ən qəşəng tərifi məncədə budur. Beauty üstə gəl pity. Yəni ki, gözəllik üstə gəl məyusluq, qüssə, hüzün. Sənət deyir, ən doğru tərifi budur. Çox doğru deyir. Yəni, gözəllik var, ötüb keçir. Qəşəng əsərlər var, bəxş etdiyi səadət var. Amma o, bilirsiniz necə, çiçəklər kimidir. Yəni, qəşəng bir yaşantı kimidir. Xoşbəxtlik kimidir, sevinç kimidir də o ötüb keçir. Belə zərif-zərif toxunur, keçir. Yəni, insan ölür. İnsan axırda ölür də, yəni. Axır ölümdür. Nəsə eləmək istəyirsən, qəşəng şeylər eləmək istəyirsən, ömrü çox qısadır. İnsan ömrü milyon illərin yanında nədir ki? Bir qığılcımdır, bir yanıb sönən kibritdir də, kibrit kimidir. O axan ulduz kimidir, göydən ulduz axır ki. Bir dənə ömür belə gedir, bir dənə ömür belə gedir. Yəni, ömrümüzdə belə sevinclər varsa, şadlıqlar varsa, ötüb keçir, bir qüssə saxlayır insanda, qüssə. O zəriflik ötüb keçir də. Bax, o poeziya nədir geri gələndə? O zərafəti qorumaq istəmək meylidir o. Bir anı, bir gözəlliyi, sevimlilik, tatlılığı sən qorumaq istəyirsən. Onu nəsə qorumaq cəhdindir. Çox vaxt qoruya da bilmirsən, amma qorumaq cəhdindir. Gözəllik üstə məyusluq. Sənətin ən doğru tarifi budur. 100%, 100% belə. Qəşəng bir kitab oxuysan, onun içindəki dünyaya dalısan, amma ömür qısadır da, sən başqa şeylər eləməlisən. Məişət işlərindən məşğul olmalısan, əsəb kesitməlisən, ay Allah, əsəb kesitməlisən, uğraşmalısan bütün bunlarla. O dünyada qalmaq, sənət dünyasında qalmaq istəyirsən, qala bilmirsən. İmkan vermirlər sana. Təfəkkür dünyasında, seyrədalma dünyasında qalmaq istəyirsən, fəlsəfə, incəsənət, sevgi dünyasında qalmaq istəyirsən, yaranmır sənin üçün, o imkan yaranmır. Yenə də qayıdırsan real dünyamızın qaranlıqlarına da belə, çatışmazlıqlarına, əyləşkilərlə, məcburan. Dünya bunu sənə vada eləyir. Gözəllik ötüb keçir və arxasınca məyusluq, hüzün, qüssə saxlayır. Bax,
Bir xalis sənətkarın, filosofun həyatı da belədir. Lazım gələndə israf olunur, amma çiçəklərin gözəlliyi kimi israf olunur da. Çiçəklərin gözəlliyi kimi israf olunur. Və şairlər, yəni sənətkarlar həmişə özlərini ovutmağa bilərlər. Özləri üçün məna, məzmun tapmağa bilərlər, əsas tapmağa bilərlər. Bilərlərmi? Bilərlər. Nabokov kimi, Joyce kimi, Rafiq Tağı kimi, Proust kimi bilərlər. Nəsimi kimi bilərlər. Təbiətin iradəsini yerinə yetirərlər. Hər nə qədər bilirsiniz necə qəddar, məhdud və amansız münasibətlə üzləşsələr bilərlər. Nə qədər qurban getsələrsə, israf olsalar da bilərlər. Və bu zaman deyir, tragediya olmayacaqmı bizim fəlsəfəmiz? Ola bilər. Ola bilər. Və bütün bunların dərk olunmasından sonra bir xalis filosof və sənətkarın bu dünyada mövqesi nədir, haləti nədir, haləti necə olacaq? Bax, gör nə deyir dostlar. Bu zaman bütün bunların dərkiyyatından sonra bir sənətkarın və mütəfəkkirin, xalis mütəfəkkirin həyatı necə olacaq? O, daxilindəki təmayüllərin üzərində yumşaq nəzarət quracaq. Onun içindəki keçmişin qalığı olan zalımlıqlar, vəhşiliklər yetərincə yatışacaqlar. Nitşe deyir. Mən doldururam onu. Onun baxışını doldururam və özüm qavradığım şəkildə ifadə edirəm dostlar. Mən Nitşe deyirəm. Belə insanlar daxillərindəki təmayüllər üzərində yumşaq nəzarət quracaqlar. Onlara keçmişdən qalan qalıqlar ki var, zalımlıq, vəhşilik, azgözlük, bütün bunlar yatışacaqlar. Bütün bunlar sönəcəklər. Hətta bunlar belə bir təbiətdə əvvəlcədən olmamışdılar. Yəni sönmüş haldaydılar. Sönmüş haldaydılar. Və onun üçün həyat bilgi mənbəsi olacaq. Canlandıran, insan edən, qavrayış, idrak prosesinə çevriləcək. Məlumat furuşluğa yox. Onu insan edən, duyan, hiss edən, anlamağa çalışan, bir varlığa çevirən bilgi olacaq. Yəni həyat onun üçün bilgi materialına, xəfif bir bilgi materialına çevriləcək. Orasına, burasına baxdığı, dərinlərinə endiyi, buradan girib oradan çıxdığı, öyrənməkdən zövq aldığı, incəliklərindən zövq aldığı, iradə oyunlarından zövq aldığı, təbiətin oyunlarından zövq aldığı bir bilgi materialı olacaq həyat belə insan üçün. Qavrayış, idrak, öyrənmə materialı olacaq həyat belə bir insan üçün. Və o, axırda insanlar arasında və öz-özü ilə olarkən də
təbiətlə həmahənglik içində yaşayacaq sanki. O qısqanclıq duymayacaq. Tərifləməyə də çox meyilli olmayacaq. Suslamağa da çox meyilli olmayacaq. Suslamayacaq. Suslama kifayət qədər azalacaq. Günahlandırma kifayət qədər azalacaq. Qısqanclıq azalacaq. Həsəd azalacaq. Zəifləyəcək. Ətraf aləm, insanlar, onların əməlləri, hərəkətləri, baxışları, söhbətləri təbiətə baxdığı kimi olacaq. Necə ki, bir quşa baxırsa, onu öyrənmək istəyirsə, heyvana baxırsa, öyrənmək istəyirsə, bir çiçəyə baxıb öyrənmək istəyirsə, insanları da bu şəkildə öyrənməyə çalışacaq. Anlayaraq, sakit bir ruh halı ilə, hiss edə, duya. Və indiyə kimi o bir çox məqamlardan qorxurdular, hürkürdülər. O bütün bunlara teatr oyunu kimi baxacaq. Dünyaya və insanlara, cəmiyyətlərə, həyat tərzlərinə, əməllərə, davranışlara teatr oyunu kimi baxacaq. Onların arasında bu şəkildə gəzəcək. Yumşaq bir sevgi ilə, anlayışla, gülümsər bir çöhrə ilə, qısqanmadan, həsəd duymadan, suslamadan. Bir yandan belədir, bir yandan belədir. Fəqət bütün bu duyğular yaransa da belə, onların üzərində də yumşaq bir nəzarət duyacaq. Onları da oyuna çevirəcək. Onlarla da oynayacaq. Belə bir insan. Fəqət bunun üçün nitqi görünədir. Şərtlər nədir? Bir insanın, bir mütəfəkkirin və sənətkarın belə olması üçün şərtlər nədir? Bunun üçün yaxşı bir xarakter olmalıdır, mizac. Yəni, sənin ruhunda alicənablıq olmalıdır. Yəni, həsəddən, kinlənmədən, qısqanclıqdan, azgözlükdən uzaq bir xarakterin olmalıdır sənin. Ki, bu cür bir bilgi, təfəkkür etmə, seyrə dalma, həyatdan estetik zövq alma halına girə biləsən. Sağlam, yumşaq və əsasən nəşəli bir ruhun olmalıdır. Yəni, şadlana bilən, sevinç deyə bilən bir ruhun olmalıdır. Və elə bir təbiətin olmalıdır ki, pislik etməyə uyğun olmasın. Yəni, təbiətində pislik etmək təmayülü olmamalıdır. O təmayül olmamalıdır. Yəni, mən pislik etmək istəmirəm, mən pislik etməyəcəyəm, pislik edə bilərəm, indi etmirəm. Yox, belə təmayül olmamalıdır. Yəni, pislik etməyə heç bir ehtiyac duymamalısan. İçində o hiss olmamalıdır. Duyğu olaraq, instinkt olaraq olmamalıdır. Və məhdudluq, fanatizm, bunlardan uzaq olmalısan. Məhdudluqdan və fanatizmdən uzaq olmalısan. Heç bir ideyaya, heç bir qatı prinsipə bağlanmamalısan. Ay, mən bu ideya uğrunda belə eləyə bilərəm, dünyanı dağıda bilərəm halı olmamalıdır. Təbiətşünas təbiətinə bənzərməlidir sənin təbiətin. Təbiətşünas nə edir? Götürür bir dənə heyvanı öyrənir, bir kəpənəyi öyrənir, ağacı öyrənir, gülü öyrənir ki, bu nədir? Görün mənə bu nə? Daşı öyrənir, torpağı öyrənir, relyefləri öyrənir, düzdür? Suçlamır, qınamır, həsəd duymur, qısqanmır. Tərifləmək də o qədər meyli yoxdur. Sadəcə öyrənir ki, görün mənə bu nədir? Və sakit bir estetik zövq alır bilgidən. Bax, belə bir yeni dövrün sənətkarının da, yeni dövrün mütəfəkkirinin də, gələcəyin sənətkarının, mütəfəkkirinin də bu cür bir təbiəti olmalıdır. Öyrənən, zövq alan, məhv etmək istəyən yox, zövq alan və öyrənən, bilgidən və sevgidən zövq alan bir təbiəti olmalıdır.
Və belə bir insan sürəkli daha yaxşı olmağa çalışacaq. Kamilləşməklə, sakit bir kamilləşməklə məşğul olacaq. Buna görə də həyatın, cəmiyyətin bir çox zəncirlərindən qurtulacaq artıq. Qurtulduğu üçün də başqa insanların gözündə çox dəyərli olan bir çox maddi nemətlərdən də sevə-sevə vaz keçəcək. Qısqanmadan vaz keçəcək. Yəni təbiət, cəmiyyət, insanlar ona bir şey bəxş eləyəcəklərsə, sevə-sevə qəbul eləyəcək. Amma yeri gəlsə, bunlardan könül xoşluğu ilə də əl çəkə bilər, vaz keçə bilər. Maddi nemətlərdən də yeri gəlsə, vaz keçə bilər. Çünki həyat onun üçün artıq bilgidir. Həyat onun üçün sakit bir nəşədir, sevincdir, mənəvi ruhi təkmilləşmədir. Həm də bir təbiətşünasın baxışına malikdir belə adam. Təbiətşünasın nəşəli və sakit əhvalına malikdir. Meşələrdə, çöllərdə bitkiləri öyrənən, dənizlərdə dəniz heyvanlarını öyrənən, sakitcə o işlərlə məşğul olan təbiətşünasın özündən yetərliyinə, özündən məmnunluğuna malikdir belə insan. Və bir çoxlar, başqalarının çox qiymət verdiyi bir çox maddi nemətlərdən də yeri gəlsə sevə-sevə, sakitcə, qısqanclıq duymadan əl çəkə biləcək. Və o qanunlar üzərində, adət-ənənələr üzərində, nəsillərin ənənəvi dəyərləndirilmələri üzərində azada şəkildə, qorxusuzca süzə biləcək. Yəni, adət-ənənələrə də hörmət göstərəcək, digər insanların həyat tərzlərinə də hörmət göstərəcək və onların üzərində belə süzəcək və onları da öyrənəcək, bilgiyə çevriləcək. Sevgi dolu, şəfqət dolu, anlayış dolu bir bilgiyə çevirəcək. Və bu vəziyyətdən bir sevinç duyacaqsa, bu təcrübələrini bir sənətə çevirəcək, ədəbiyyata, fəlsəfəyə çevirəcək və bunu da paylaşacaq insanlarla. Əgər onlar da istəyərlərsə, sevə-sevə paylaşdığı bu dəyərlərdən yararlana bilərlər. Belə dostlar, bu qədər. Hələ ki bu qədər bəsdir. Nietzsche söhbətinə yenidən qayıdacaq dostlar. Fəqət bir məqamda vurğulamaq istəyirəm. Bayaq çiçəklərdən danışdım dostlar, Nietzsche sənətkarın, filosofun həyatını israf edilən çiçəklərin həyatına bənzədir. Və mən bu yaxınlarda bir düşüncə görmüşdüm, çox bəyənmişdim dostlar, onu da paylaşmaq istəyirəm. O düşüncənin Həzrəti Əliyə aid olduğu deyilir, bilmirəm, bəlkə də Həzrəti Əli deyib doğrudan da. Amma əsas düşüncədir dostlar, görün necə qəşəng düşüncədir. Deyir, elə gül ol ki, elə gül çiçək ol ki,
səni əzəndə belə ətrin qalsın. Kim səni əzirsə, elə gül ol ki, kim səni əzirsə, onda belə ətrin qalsın. Deyilənə görə bunu da Həzrət Əli deyib dostlar. Hələlik özdən müayət olun. Nietzsche məsələsinə gələcəyik dostlar. Bir neçə belə qəşəng analizi var Nietzsche'nin, incə analizləri var. Onlara yenə gələcəyik. Bu dünyadan çıxırıq. Əzizdən müayət olun. Hələlik.